kişi sevdiyi şəxsə pul xərcləməlidir. Şərt deyil, o onun borcudur. Borcudur. Bəs stop etsə? Stop etsə, onda o kişiyə sağ ol demək lazımdır. Onun borcu da eləməlidir. Kişi qadına pul xərcləməlidir. Kişi qadına gözəl baxmalıdır. Kişi qadını, əgər mən hal-hazırda gözəl görsənirəmsə və kişi məni bəyənirsə, deməli mən onun yanında da olanda gözəl görsənməliyəm. O mənə gözəl baxmalıdır ki, bunun yanındakı xanım gözəl olsun. Və baxım üçün də bir üstə pul lazımdır. Bəli. Kişinin də borcudur, bunu eləməlidir. Düşünürsünüz ki, pul yoxsa ayrılıq olur. Bəli. Düzü, mən başıma gəlməyib də, amma başıma gəlsə ayrılaram. 100%. Tam sənin mücadele. 100%. Alışladım Yeri səni. yoxsa pul xərcləmirsə, əlbəttə ki, ayrılaram. Niyə də olsun həyatımda? Gördüyünüz bu xanım efirdə, televiziya kanalında bildirir ki, pul xərcləməlidir. Kişi qadına pul xərcləməlidir. Birincisi, sən şikəstsən, əlilsən, əlin ayağın yoxdur, bacarığın yoxdur. Niyə sənə pul xərcləməlidir? İkincisi, sən onun ailəsisən, nəysən sənə pul xərcləməlidir? Kişi. Kişi başqa bir şeydir. Sən bu nə təbliğatdır? Sən nəyin müqabilində onunla münasibətdə olursan? Pul qarşılığında münasibətdə olursan, açıq-aşkar efirlərdə az qala deyərlər ki, mənlə yaşamaq istəyən, mənlə münasibətdə olmaq istəyən kişilər bu qədər pul verməlidir. Özünüzə buna qiymətli qoyursunuz. Bu qadınlığın alçaldılmasıdır. Bu əxlaqsızlığın bu formatda yayılmasıdır. Eyib deyilmi bunlar? Bunlar milli mənəvi dəyərlərimizi nə qədər balta eləməklə məşğul olacaqlar? Televiziya rəhbərləri, televiziyamız, aparıcılar, siz nəyi təbliğ edirsiniz? Nəyin reklamını edirsiniz? Nəyin satışdır, nədir, bu nədir, reklamdır, marketdir və yaxud da ki, marketinqdir, nədir? Nəyin reklamı? Bu insanların, yəni bu özlərinə hörmətsizliyidir. Eyib deyilmi bunlar? Bəstirin çıxıb efirlərə çıxıb, nə qədər danışırlar, nə qədər sizi qınayırlar, jurnalistlər, blogerlər. Neynəmək istəyirsiniz? Sizin sayənizdə qızlar 14, 15, 16 yaşındakı qızlar açıq-saçıq geyinir, özlərini siz dediyiniz təbliğatlara, əxlaqsız yollara düşməyə hazırlayır. Universitetdəki tələbələr imkanlı oğlan kişilər axtarır. Rayondan, başqa yerlərdən ərin, uşaqların atıb gəlir burada, açıq-saçıq geyinir, TikTokda, sosial şəbəkələrdəki pullu kişi axtarsın. Bu cəmiyyəti niyə məhv eləmişsiniz? Bəs deyil. Başqa nə istəyirsiniz? Kişi bunlara pul xərcləməlidir. Pulsuz kişi, pul olmasa ona paka deyərəm. Siz necə öz-özə sığışdırırsınız ki, gündə bir kişi ilə münasibət qurarsınız pul qarşılığında? İyrənclikdir bu, iyrənclik.